Salam, hər vaxtınız xeyir. Sizə bu videoda test toplusundan funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyəti yarımbaşlığına aid sualların izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda verilib ki, xətti funksiyalardan hansının qrafiki digərlərinin hamısının qrafiki ilə kəsişir. Funksiyanın biz bilirik ki, xətti funksiyadan söhbət edirik. Burada bucaq əmsalları bərabər olduqda bunlar paralel olurdu bir-birinə. Yəni K1 bərabərdir K2 olanda bunlar paralel olur. Bundan yanaşsaq, A variantındakının K'sı 2-dir, eləcə də D variantındakı 2-dir. Deməli, A ilə D bir-biri ilə kəsişmir, yəni bunlar bir-birinə paraleldir. Eləcə də B variantında mənfi 2-dir, C variantında da mənfi 2-dir. Bunlar da bir-biri ilə paraleldir. Yerdə qalır E variantı digərləri ilə kəsişir. Sonra baxaq ikinci suala. İkinci sualda da eyni tip sualdır. Burada da C variantında mənfi 3'dür və D variantında da mənfi 3'dür. Deməli bunlar bir-biri ilə paraleldir. A variantında müsbət 3, B variantında da müsbət 3'dür. Bunlar da öz aralarında paraleldir. Yerdə qalır E variantı. Bu digərləri ilə kəsişir. Üçüncü suala baxaq. Funksiyalarının qrafiklərinin kəsişmə nöqtələrinin apsislərini tapın. Biz bilirik ki, funksiyaların kəsişmə nöqtəsində həmin funksiyaların y-ləri və x-ləri bərabər olur. Onda yazarıq x^4 bərabərdir 8x-in kvadratı minus 12. Yəni y-ləri bərabərləşdirdik. Bunları sol tərəfə keçirsək x^4 minus 8x-in kvadratı plus 12 bərabərdir 0 olar. X-in kvadratına 1t desək, x kvadratı bərabər 1t olsa, alarıq t'nin kvadratı minus 8t üstə gəl 12 bərabər 0. Viet teoremindən buradan alırıq kökləri 6 və 2. Gətirib yerinə yazsaq, x-in kvadratı bərabərdirsə 6-ya, onda x bərabərdir plus minus kök altında 6 və x-in kvadratı bərabərdir 2-yə və buradan alarıq x bərabərdir plus minus kök altında 2. Deməli plus minus kök altında 6 və plus minus kök altında 2 D variantı. Sonra baxaq dördüncü suala. Dördüncü sualda da eyni, yəni prosesləri yerinə yetiririk. Çünki eyni sualdır. x^4 bərabərdir 8x-in kvadratı minus 15'ə. Buradan x^4 minus 8x-in kvadratı plus 15 bərabərdir 0'a. Və yenə x-in kvadratına 1t desək, alarıq t'nin kvadratı minus 8t plus 15 bərabər 0. Viet teoremindən kökləri taparıq 5 və 3. Yerinə yazsaq, x-in kvadratı 5'dirsə, deməli x plus minus kök altında 5'dir. Və x-in kvadratı əgər 3'dürsə, onda x bərabərdir plus minus kök altında 3'ə. Burada da cavab olur E variantı. Baxaq növbəti 5-ci suala. 5-ci sualda funksiyaların qrafiklərin kəsişmə nöqtələrinin koordinatlarını tapın. Yenə bərabərləşdiririk. Kök altında 2x plus 4 bərabərdir x minus 2. Biz bilirik ki, kökün altındakı ifadə 2x plus 4 müsbət və yaxud da 0 ola bilər. Buradan alırıq ki, x böyük bərabər mənfi 2-dən. Eyni ilə kökdən çıxan yəni ifadə müsbət olmalıdır. Cüt dərəcədən kökdən söhbət edirik. Onda x minus 2 böyük bərabərdir 0, x böyük bərabər 2. Bu iki ifadəni hər ikisində ödəyən x-in 2-dən böyük bərabər olmasıdır. Deməli, bunun təyin oblasti 2-dən müsbət sonsuzluğadır. Gəlin, indi bunu kvadrata yüksəldək, tərəf-tərəfə hesablayaq. Kvadrata yüksəltsək, bundan kök gedər, qalar 2x üstə gələk 4 bərabər. Sağ tərəfi müxtəsər vurma düsturundan açsaq, çıx 4x plus 4. İfadələrin hamısını sol tərəfə keçirsək, alarıq x-in kvadratı minus 6x bərabər 0. Buradan x bərabərdir 0'a, x bərabərdir 6'ya. Biz də demişdik ki, x 2-dən böyük bərabər olmalıdır. Deməli, x 6 imiş. X-i 6'dırsa, aparıb istənilən funksiyada yerinə yazıb, y-i rahatlıqla tapa bilərik. Gəlin, y bərabər x minus 2'də, x-in yerinə 6 yazaq, onda 6 minus 2, bu da eləyər 4. Deməli, bu 6-4 nöqtəsi imiş. Bunların kəsişdiyi yer. Bu sualda da olur cavab C variantı. Sonra baxaq 6-cı suala. 6-cı sualda da eyni sualdır.
Kök altında 4x plus 9 bərabərdir 2x minus 3. Sol tərəfdən kökün altındakı ifadə 4x plus 9 böyük bərabər 0 olmalıdır. Buradan x böyük bərabərdir mənfi 2,25. Sağ tərəfdən x minus 3 böyük bərabər 0 olmalıdır. X böyük bərabərdir 3 alırıq. Bunun hər ikisinin kəsişdiyi yerlər x-in 3-dən böyük bərabər olmağıdır. Deməli bizə lazımdır bunun təyin oblasından olan kök. Gəl indi verilmiş bu bərabərliyin hər iki tərəfin kvadrata yüksəldək. Alarıq 4x plus 9 bərabərdir. Sağ tərəfi müxtəsər vurma düsturuna açsaq, x-in kvadratı minus 6x plus 9. Hər birini sağ tərəfə keçirsək, alarıq x-in kvadratı minus 10, x bərabər 0. Buradan x bərabər 0 və x bərabərdir 10 alırıq. Biz də bilirdik ki, bunun təyin oblası 3-dən müsbət sonsuzluğa olduğuna görə bizə lazım olan kök budur. Yəni x-in 10 qiyməti. Gətirək istənilən funksiyada yerinə yazaq, y-i tapaq. Y bərabər x minus 3-də x-in yerinə 10 yazsaq, alarıq 10 çıx 3, yəni 7. Deməli bu nöqtə 17 nöqtəsi imiş və bu da verilibdir 6-cı sualda A variantında. Sonra baxaq 7-ci suala. 7-ci sualda verilib ki, düz xətləri bir nöqtədə kəsişərsə, K-nı tapın. Gəlin əvvələ birinci və ikinci funksiyanın kəsişmə nöqtələrini tapaq. Yəni y bərabər 5-də 1 x minus plus 2 və y bərabər x minus 6-nın kəsişmə nöqtəsini tapaq. Yəni bunları bərabərləşdiririk. Plus 2 bərabər x minus 6. Buradan 8 bərabərdir 5-də 4x-ə. X də bərabərdir 10-a. Deməli bunların kəsişmə nöqtələrinin apsisi 10-dur. İstənilən funksiyada yerinə yazıb y-in 4 olduğunu görərik. Deməli bunlar kəsişir 10 və 4 nöqtələrində. Onda belə çıxır ki, y bərabərdir kx funksiyası da həmin nöqtədə kəsişdiyinə görə, yəni digərləri ilə, bu nöqtə onun üzərindədir. Yəni gətirək orada y-in yerinə 4 yazaq. K vuraq x-ə də 10. Buradan k bərabərdir 5-də 2 alırıq. Cavab olur D variantı. 8-ci suala baxaq. 8-ci sualda da ilk iki funksiyanın kəsişmə nöqtəsini tapsaq, 4-də 1x plus 2 bərabərdir 2-də 1x plus 1. Buradan alırıq ki, 1 bərabərdir 4-də 1x-ə, x bərabər 4. İstənilən funksiyada x-in yerinə 4 yazsaq, y bərabərdir 3 alarıq. Deməli bu funksiyaların kəsişdiyi yer 4 və 4, 3 nöqtəsidir. Onda belə çıxır ki, yerdə qalan bu funksiyada həmin funksiyaları 4, 3 nöqtəsində kəsir. Deməli onda bu kəsmə nöqtəsi həmin funksiyanın üzərindədir. Gətirib yerinə yazsaq, 3 bərabərdir k vuraq 4, k bərabərdir 4-də 3, yəni 0,75. Cavab olur B variantı. Sonra baxaq 9-cu suala. A parametrinin hansı qiymətində düz xətlərin kəsişmə nöqtəsi ordinat ox üzərindədir? Yenə bunlar kəsişirlərsə bərabərləşdiririk. 3x plus 2a kvadratı minus 3a plus 6 bərabərdir mənfi 4x plus 3a kvadratı minus 4a. Ordinat oxu üzərində kəsişirlərsə, onda bunların x-i 0-dır, y-i də hər hansı bir ədəddir. Gətirək x-in yerinə 0 yazaq. X-in yerinə 0 yazanda bu gedir, bu da gedir. Yerdə qalır a-dan asılı kvadrat tənlik. Həmin tənliyi həll etsək, hamısını sağ tərəfə keçirirəm. Alıram a kvadratı minus a minus 6 bərabər 0. A buradan bərabərdir 3-ə, a buradan bərabərdir mənfi 2-yə. A-nın qiymətləri oldu mənfi 2 və 3. Deməli A variantında verilibdir. Sonra baxaq 10-cu suala. A parametrin hansı qiymətində kəsişmə nöqtəsi ordinat oxu üzərindədir? Yenə eyni prosesi aparırıq. X-lərin yerinə 0 yazırıq. Ordinat oxu üzərində deyə. Və bunları bərabərləşdiririk. 7a kvadratı plus 3a bərabərdir 6a kvadratı minus a plus 5.
Buradan alırıq a kvadratı plus 4a minus 5 bərabər 0. A bərabərdir mənfi 5-ə. A bərabərdir müsbət 1-ə. Deməli, mənfi 5 müsbət 1 verilib E variantında. Baxaq növbəti 11-ci suala. Hiperbolas və düzxəttin kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Y bərabərdir 12 bölünsün x və y bərabər 3x. Bunlar kəsişirlərsə bərabərləşdiririk. 12 bölünsün x bərabər 3x-ə. Buradan 3x kvadratı bərabərdir 12-yə. X kvadratı bərabərdir 4-ə. X bərabərdir müsbət 2 və mənfi 2-yə. X-i tapdıq müsbət 2 və mənfi 2. Gətirək yerinə yazaq. X-in yerinə 2 yazanda y-ə 6 tapırıq. Mənfi 2 yazdıqda isə mənfi 6 alırıq. Deməli, bu nöqtələr 2, 6 nöqtəsi və mənfi 2, mənfi 6 nöqtəsidir. 2 nöqtə arasındakı məsafə düsturuna əsasən yaza bilərik ki, bu nöqtələri biz AB adlandırsaq, AB məsafəsi bərabərdir kök altında x1 minus x2-nin kvadratı üstə gəl y1 minus y2-nin kvadratı. Bu düsturda yerinə yazsaq, 2 çıxaq mənfi 2 eləyir müsbət 2-nin kvadratı üstə gəl 6 çıx mənfi 6-nın kvadratı, o da müsbət 6 eləyir bu şəkildə. 4-ün kvadratı 16, 12-nin kvadratı 144. Alırıq kök altında 160. 160'ı da yaza bilərik 16 vuraq 10 şəklində, yəni buradan da çıxır 4 kök altında 10 D variantı. Baxaq növbəti 12-ci suala. M parametrin hansı qiymətində düz xətlərin kəsişmə nöqtəsi OY oxunun üzərindədir? OY oxu üzərindədirsə, deməli bunların x-i 0-dır. Y-i də hər hansı bir qiymətdir. Gətirək x-in yerinə 0 yazaq. X-in yerinə 0 yazanda bu ifadə 0-a gedir. Eləcə də bu ifadə də 0-a getmiş olur. Yerdə qalanları bərabərləşdiririk. Olur belə 3my çıxaq 4 bərabərdir 0 və 9m minus 3 y minus 1 bərabərdir 0. 2 dəyişənli xətti tənlişdir. Bunu həll etmək müxtəlif üsulları var. Gəlin biz əvəz etmək üsulundan istifadə edək. Birinci ifadədən 3my bərabərdir 4-ə və buradan alırıq my bərabərdir 4 bölünsün 3-ə. Gətirək ikincini açaq. Olur 9my minus 3y minus 1 bərabər 0 və buradan my-in yerinə 4 bölü 3 yazaq. Olur 9 vuraq 4 bölü 3 minus 3y minus 1 bərabər 0. Buradan alırıq 12 minus 3y minus 1 bərabər 0. 11 bərabərdir 3y-ə. Y bərabərdir 11 bölünsün 3-ə. Bizdən M parametrinin qiymətini istəyir. Bu ifadədə yerinə yazıb M parametrini tapa bilərik. Alırıq M vuraq. 11 bölək 3 bərabərdir 4 bölək 3-ə. Buradan M bərabərdir 11-də 4. Cavab olur A variantı. Sonra 13-cü sual. Yenə 13-cü sualda da OX oxu üzərində olduğuna görə biz bu dəfə həmin nöqtənin y-nə 0 qeyd edirik. Yəni həmin nöqtə 2, 0 nöqtəsi imiş. Gətirək y-in yerinə 0 yazanda bunu 0 eləyər. Eləcə də bu ifadə də 0 eləyir. Yerdə qalanları bərabərləşdiririk. 2 çıx mx minus 6 bərabər 0 və digər tənlik 3mx plus 2 bərabər 0. İkinci ifadədən mx bərabərdir mənfi 2 bölək 3-ə. Aparaq birinci ifadəni açaq. Eləyir 2x minus mx minus 6 bərabər 0. Burada mx-in yerinə mənfi 3-də 2 yazıram. Olur 2x üstə gəl 3-də 2 minus 6 bərabərdir 0-a. Hər tərəfi 2-yə bölürəm. X bərabərdir mənfi 3-də 1 plus deməli 3. X də bərabərdir 2 tam 3-də 2. Yəni 3-də 8. Aparıb birinci bu ifadədə yerinə yazsaq biz m-i tapmış oluruq.
Onda gətirib yazıram m vuraq 3-də 8 bərabərdir mənfi 3-də 2-yə. Buradan 3'lər getdi. M buradan mənfi 4'də 1 aldıq. Yəni mənfi 0,25. Sonra baxaq 14-cü suala. Hansı funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən funksiyasının grafikinə simmetrikdir? Biz bilirik ki, bu funksiyanın üzərində verilmiş x, y nöqtəsi koordinat başlanğıcına nəzərən simmetrik olduğu nöqtə mənfi x, mənfi y-dir. Yəni həmin düsturda x-in yerinə mənfi x, y-in yerinə mənfi y yazmaqla verilmiş funksiyanın simmetrikini tapa bilərik. Onda olur mənfi y bərabərdir 3 vuraq mənfi x-in kvadratı üstə gələk 9 vuraq mənfi x minus 7. Mənfi y bərabərdir 3x-in kvadratı minus 9x minus 7. Hər tərəfi mənfiyə vursaq y bərabərdir mənfi 3x kvadratı plus 9x plus 7. Beləliklə 14-cü sualda cavab oldu D variantı. Sonra baxaq 15-ci suala. 15-ci sualda funksiyanın qrafiki absis oxuna nəzərən simmetrik olduğu nöqtə. Biz bilirik ki, bu funksiyanın üzərində götürdüyümüz hər hansı x, y nöqtəsini absis oxuna nəzərən, yəni OX oxuna nəzərən simmetrik çevirdikdə x mənfi y nöqtəsinə çevirilər. Gətirək x-in yerinə x, y-in yerinə mənfi y yazaq. Alarıq mənfi y bərabərdir 5x-in kvadratı minus 13x plus 4. Buradan y bərabərdir mənfi 5x kvadratı plus 13x minus 4. Belə bir variantda verilibdir B variantında. Deməli 15-ci sualda da cavab oldu B variantı. Sonra baxaq 16-cı suala. 16-cı sualda fx veribdir və gx verib. Fgx funksiyasının qrafiki ordinat oxuna hansı nöqtədə kəsir? Gəl əvvəlcə bunları köçürək. Fx bərabərdir mənfi 3x plus 1 və gx bərabərdir 2x minus 1. Bizə deyir ki, gx-i götür, apar fx-də yerinə yaz. Yəni biz gx-i götürüb fx-in x-inin yerində yazsaq, alarıq f gx funksiyası bərabərdir mənfi 3 vuraq 2x minus 1 üstəgəl 1. Sadələşdirmələr aparsaq mənfi 6x plus 4 alarıq. Ordinat oxunu kəsdiyi yerdə biz bilirik ki, x 0 olmalıdır. Yəni x-in yerinə 0 versək bu gedər. Qalar həmin nöqtənin ordinatı 4. İkisi də 0 idi. Deməli bu nöqtə 0, 4 nöqtəsidir. Cavab oldu B variantı. Baxaq 17-ci suala. Fx düz xətti ordinat oxunu 0, 8 nöqtəsində kəsir. Fx plus 6 düz xətti absis oxunun mənfi 7, 0 nöqtəsində kəsirsə, fx minus 2 düz xətti absis oxunu hansı nöqtədə kəsər? Fx düz xətt dediyinə görə, gəl onda fx bərabərdir kx plus b. Biz bilirik ki, ordinat oxunun kəsdiyi yerdə 0, 8 deyə, onda b 8 imiş. Və bizə deyir ki, fx plus 6. Yazsaq fx plus 6-nı, bu bərabər olur. Kx plus 8-in üstü 6 gələndə 14. Düz xətti absis oxunu mənfi 7, 0 nöqtəsində kəsir. Deməli, mənfi 7, 0 nöqtəsində kəsirsə, həmin nöqtədə x-i mənfi 7, y-i 0 olur. Yəni, bir sözlə bunu həndəsi olaraq da təsvir etsək, tutaq ki, həmin funksiya, fx funksiyası kx plus 8-dir. Bu şəkildədir. Və bizə deyir ki, bu fx plus 6 olduqda, fx plus 6 olduqda həmin funksiya olur paralel şəkildə belə. Yəni, qabağa 8-də kəsirdi, indi 14-də kəsir. Bu fx idi, bu da fx plus 6-dır. Bu nöqtənin də koordinatları, deməli, mənfi 7, 0-dır. Mənfi 7 və 0-dır. Onda biz gətirib, bax, bunun fx plus 6-nın yerinə 0, x-in də yerinə mənfi 7 yazmaqla kant tapa bilərik. Alarıq 0 bərabərdir mənfi 7k üstə gələk 14. Buradan aydın məsələdir ki, k 2-dir. Deməli, fx funksiyası 2x plus 8 kimiymiş.
Sonra deyir ki fx minus 2 düz xəttdir. Fx minus 2 isə, fx minus 2 düz xətti isə 2x plus 6 şəklindədir. Apsis oxun kəsdiyi yerdə həmin funksiya, yəni bax bu tərəf 0 imiş. Yəni funksiya 0-dır, x-i tapmaq lazımdır. 0 bərabərdir 2x plus 6. Buradan da x bərabər mənfi 3 alırıq. X-i mənfi 3-dür. Y-i də 0. Deməli, burada cavab oldu C variantı. Sonra baxaq 18-ci suala. Fx və gx funksiyaların qrafiklərinə əsasən f2-ni tapın. Daha doğrusu f2, g5 və f-3 lazım ki, bunları hesablaya bilək. 18-ci sual. F2-ni necə tapa bilərik? Fx funksiyası bu funksiyadır və burada 2 nöqtəsi bunların kəsikmə nöqtəsidir g ilə. Onda biz g2-ni tapmaqla f2-ni tapa bilərik. Çünki 2 nöqtəsində f2 və g2 bir-birinə bərabərdir. G-nin də düsturunu veribdir. Gx bərabərdir 2x plus 3 düz xəttidir. Onda g2 bərabərdir 2 vuraq 2 üstə gələk 3, yəni 7 imiş. Onda alırıq ki f2 bərabər 7-yə. Sonra g5 lazımdır. G5 də həmin nöqtədə bunlar yenə kəsikirlər. Deməli, kəsikmə nöqtəsində bunlar bərabərdir. Yəni, f5-i tapmaqla g5-i tapmaq eynidir. Yəni, onsuz da bizdən g5-i istəyir. Gətirib yerinə yazsaq, 2 vuraq 5 üstə gələk 3, bu da eləyir 13. Deməli, g5 də bərabərdir 13-ə. Və f-3 lazımdır. -3 nöqtəsində də bunlar kəsikir. Deməli, kəsikirlərsə, f-3 tapmaq elə g-3 tapmağa bərabərdir. g-3 bərabərdir 2 vuraq -3 plus 3-ə. Bu da eləyir -6 üstə gəl 3, yəni -3. Deməli, f-3 də bərabərdir -3-ə. Bizdən f2 və g5-i toplamağı eləyir 20. Bunlardan da -3 çıxmaq. 20 çıx -3, bu da eləyir 23. Cavab oldu 23. 19-cu suala baxaq. F7-ni istəyir. Biz bilirik ki, bu 7 nöqtəsində bunlar kəsikir. Kəsikmə nöqtəsində fx və gx bərabərdir. Onda g7-ni tapmaq elə f7-ni tapmaq deməkdir. g7 bərabərdir 2 vuraq 7 üstə gələk 5. Yəni düsturu burada veribdir. O da eləyir 19. Onda f7 bərabərdir 19 imiş. Sonra g3 istəyir. g3 bərabərdir 2 vuraq 3 üstə gələk 5. Bu da eləyir 11. Və bir də f-1. f-1 bərabərdir. -1 nöqtəsində də bunlar kəsikdiyinə görə onda g1-i tapa bilərik. Yəni bunlar g1 və f-1 bunlar bərabərdir. Bu da eləyir 2 vuraq -1 üstə gələk 5. Yəni 3. Sonra isə f7-dən g3 çıxır. Yəni 19 çıxaq 11 üstə gələk 3. Bu da eləyir 11. Cavab oldu burada 11. Sonra baxaq 20-ci suala. 20-ci sualda da fx və gx funksiyalarının qrafiklərinə əsasən fg0 üstə gələk gf2-ni tapmaq istəyir. Gəlin birinci g0-a baxaq. g0 biz bilirik ki, x-i 0 olduğu yerdə baxın g0 olur 6. g0 6-dırsa deməli bizə lazım imiş f6. g0-ın yerinə 6 yazdım. Üstə gələk. İndi gəlin f2-yə baxaq. F-in funksiyasında x-i 2 olduğu yerdə funksiyanın özü 3-ə bərabərdir. Onda bizə lazım imiş f2-nin yerinə 3 yazsaq alarıq g3-ü. İndi təzədən f6 lazımdır. F-in funksiyasında x-i 6 olan nöqtənin ordinatı 5 imiş. Onda bu 5-dir, üstə gələk. J funksiyasında isə x-i 3 olan nöqtədə deməli j 4 imiş. Üstə də 4 gəldik. Bu da elədi 9. Deməli burada da cavab olur 9. Sonra baxaq 21-ci suala. 21-ci sualda fx bərabərdir ax kvadratı funksiyası və gx bərabərdir x üstə gələk b funksiyası verilibdir. Biz buradan rahatlıqla
deməli gx funksiyasından b-ni tapa bilərik. Niyə? Çünki y-i kəsdiyi yer 2-dir. Onda deməli b2 imiş. Biz buradan gx-i rahatlıqla yaza bilərik ki, x üstə gələk 2 funksiyasıymış. Və bunların fikir verin kəsişmə nöqtələrindən birinin x-i verilibdir, 2 nöqtəsi. Gəlin onda x-in yerinə 2 yazmaqla həmin nöqtənin apsini də tapaq. X-in yerinə 2 yazsam gx funksiyasında alaram j2 bərabərdir 2 üstə gəl 2, bu da eləyər 4. Deməli bu nöqtənin ordinatı 4 imiş. Yəni bir sözlə kəsişmə nöqtələrindən biri 2, 4 nöqtəsidir. Sonra nə hesablaya bilərik? Bizə lazımdır fx bərabər ax kvadratı. Gəlin buradan a-nı tapaq. Həmin fikir verirsən kəsişmə nöqtəsi f-in də üzərindədir. F-in üzərində olduğuna görə y-ə yəni 4 yazsaq, a vuraq, x-ə də 2 yazıram, 2-nin kvadratı 4. Deməli a da 1 imiş. Onda belə çıxır ki, fx funksiyası bərabər imiş x-in kvadratına, gx funksiyası bərabər imiş x üstə gəl 2-yə. Bizdən istədiyi f-2 üstə gələk 3 dənə j3 çıxaq j8. f-2 eləyir müsbət 4. J-nin yerinə 3 yazsaq eləyər 5. 3-ə də vursaq 15 çıxaq. J-nin yerinə J-dəki x-in yerinə 8 yazsam alaram 10. Bu da eləyir 19 çıxaq 19. Bu sualda da cavab oldu 9. Sonra baxaq 22-ci suala. 22-ci sual da demək olar ki, eyni sualdır. Qrafiklərə fikir versək, qrafiklər də birəbir hətta eynidir. Onda biz elə 21-ci sualda tapmışdıq. Fx bərabər x-in kvadratı idi. Gx də bərabərdir x üstə gəl 2 formasındaydı. Gətirək yerinə yazaq. 2f-1 üstə gələk 2j2 çıxaq j0. 2f-1 f-1 bərabər -1-in kvadratı müsbət 1 eləyər. Onlar müsbət 1. Üstə gələk 2j2-ni tapsaq j2 bərabərdir 2 üstə gəl 2 yəni 4. Çıxaq j0. j0 da bərabərdir 0 üstə gəl 2, bu da eləyir 2. Alsaq bunu hesablasaq 2 üstə gəl 8 çıx 2 bərabərdir 8-ə. Deməli bu 22-ci sualda da cavab oldu 8. Sonra baxaq növbəti 23-cü suala. Bu funksiyaların apsisonu müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın dərəcə ölçüsünü tapın. 23-cü sual. Fx-i veribdir. Fx bərabərdir -2x plus 3. Jx bərabərdir 2-də 1x minus 1. Bizdən istədiyi f jx-dir. Yəni jx-i götürüb f-də yerinə yazmalıyıq. Jx götürsək, yəni bunu götürdük, gətirdik, f-dəki x-in yerinə yazdıq. Oldu f jx bərabərdir -2 vuraq. 2-də 1x minus 1 üstə gələk 3. Sadələşdirmələr aparsaq -x plus 6. Bizə lazımdır apsisonun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın dərəcə ölçüsünü tapmaq. Biz bilirik ki, bu funksiyanın bucaq əmsalı -1-dir. Biz də yaza bilərik ki, k bərabərdir -1, bu da tangens alfadır. Tangens -1 aldığı qiymət 135 dərəcədir. Deməli, burada cavab olur 135 dərəcə. Baxaq 24-cü suala. Fx düz xətti ordinat oxunu 0,6 nöqtəsində kəsir. 0,6 nöqtəsində kəsir və bu funksiya apsis oxunu -5 0 nöqtəsində kəsirmiş. Gəlin əvvəlcə şərtdə verilən birinci cümləyə diqqət yetirək. Düz xətt ordinat oxunu kəsdiyi nöqtədə, yəni x-i 0-dır, y 6, onda yaza bilərik f x bərabərdir deməli 6-ya. Daha doğrusu x-in yerinə 0 yazsaq elə belə yazaq da f0 bərabərdir 6-ya. Digər düz xətt isə fx minus 4-də -5 0 nöqtəsində kəsir. Onda biz burada x-in yerinə -5 yazsaq alarıq -9. Yəni f -9 da bərabər imiş 0-a. Y də 0-dır. Fx düz xəttinin koordinat oxları ilə əmələ gətirdiyi fiqurun sahəsini istəyir. Fx düz xətti x-i 0
olanda y 6 olur. Yəni x-i 0 olduqda y 6 olur. Yəni burada kəsir. X-ə mənfi 9 verəndə y 0 olur. Bu da buradadır. Deməli bu düz xətt belə keçirmiş. Bunun da sahəsi düzbucaqlı üçbucaqdır. Fikir verin. S bərabərdir 2-də 1 AB-dir. Yəni 6 vuraq 9. 54-ü 2-yə böləndə bu da eləyər 27. Cavab oldu burada 27. Baxaq növbəti suala. 25-ci sual. Uyğunluqdur 25-ci sual. Deməli, birincidən aydındır ki, K-lar bərabərdir. K1 bərabərdirsə K2-yə. Onda bunlar paraleldirlər. Qrafiklər paraleldir. Bura C variantı uyğundur. Sonra ikincidə B-lər bərabərdir. Amma K-lar fərqlidir. İkincidə K1 fərqlidirsə K2-dən bunların qrafikləri kəsişir. 2-də deməli cavab oldu A variantı. Sonra üçüncüyə baxsaq. Üçüncüdə y bərabərdir x plus 3. İkincidə də y bərabər x plus 3-dür. Eyni funksiyadır. Deməli bunlar üst-üstə düşür. Yəni üçüncüyə də uyğundur D variantı. Baxaq növbəti 26-cı suala. Funksiyasının qrafiki 0,4 nöqtəsindən keçir. Y bərabərdir kx plus b 0,4 nöqtəsindən keçir. Biz də bilirik ki, x-in yerinə 0 yazsaq, y 4 olmalıdır. Yəni 4 bərabərdir 0 üstə gəl b. Buradan b-ni 4 tapırıq. Deməli bu funksiya y bərabərdir kx plus 4 şəklindəymiş. Sonra deyir ki, 1 mənfi 3 və mənfi 3 5 nöqtələrindən keçən düz xəttdə paraleldir. Yəni elə bir düz xətt var ki, bu nöqtələrdən keçir. Gəlin həmin düz xətti belə qeyd edək. Y bərabərdir. Bunu da yazaq ax plus c şəklində. Bu mənfi 1, daha doğrusu müsbət 1, mənfi 3, eləcə də mənfi 3, müsbət 5 nöqtələrindən keçir. Gətirək uyğun qiymətləri yerinə yazaq. Mənfi 3 bərabərdir. X-in yerinə 1 yazsaq a üstə gəl c alarıq. Bir dəfə də 5 yazsaq alarıq mənfi 3 a üstə gəl c. Tərəf-tərəfə çıxsam alaram mənfi 8 bərabərdir 4a, c-lər də gedər. Buradan a bərabər mənfi 2 alarıq. Burada a nədir? İkinci düz xəttin bucaq əmsalı. Bu da olsun belə. Bu düz xətlər deyir paraleldir. Əvvəlki düz xət ki var idi, o bununla paraleldirsə, bunun bucaq əmsalı k a-ya bərabər imiş. K onda buradan mənfi 2 alarıq, çünki a mənfi 2-dir. KB hasilini istəyir, yəni mənfi 2 vuraq 4. Deməli burada cavab eləyir mənfi 8. Sonra baxaq 27-ci suala. Funksiyaların əmələ gətirdiyi qapalı fiqurun sahəsini hesablayın. Fx bərabərdir mənfi modulda x minus 3 üstə gələk 5 və jx bərabərdir x minus 3 minus 5. Bunların qrafiklərini çəksək, birincinin təpə nöqtəsinin koordinatları 3, 5 nöqtəsidir və qolları aşağıdır. 3 bura olsun, 5 də bura olsun. Təpə nöqtəsi buradır. Sonra ikincinin təpə nöqtələri 3, mənfi 5-dir. İkincinin təpə nöqtələri 3, buradır, mənfi 5 də buradır. Deməli, təpə nöqtəsi buradadır. Və gəlin bu funksiyaların kəsişmə nöqtələrini tapaq. Yəni, mənfi x minus 3 modulda üstə gəl 5 bərabərdir. X minus 3 minus 5-ə. Buradan alarıq 10 bərabərdir 2x minus 3-ə. 5 bərabərdir. 5 bərabərdir. Modulda x minus 3-ə. Alırıq ki, x minus 3 bərabərdir bir dəfə 5-ə. Buradan x-i 8 tapırıq. X minus 3 bərabər mənfi 5-ə. Buradan x-i tapırıq mənfi 2. Deməli, bu mənfi 2 nöqtəsində kəsir. Və bir dəfə də 8 nöqtəsində, yəni x-i 8 olan nöqtədə kəsişirlər. Bunların qrafiklərini çəkəsi olsaq, biri bu şəkildədir. Deməli, biraz düz çəkək bunu. Bu olsun belə. Bir qolda olur bu şəkildə. Digərinin qrafiki isə olur bu şəkildə. Deməli, bu da oldu bunların qrafiki.
Bizə deyir ki, alınan fiqurun sahəsini tapın. Bunların da sahəsini biz bilirik ki, dördbucaqlıdır və dördbucaqlının sahəsini tapmaq üçün S bərabərdir 2-də 1 D1 D2 sinus alfa. Yəni diagonallar arasındakı bucaq burada 90'dır deyə sinus da 90'da 1 alır. Onda 2-də 1 D1 D2'dən istifadə edə bilərik. Bu diagonal -5'dən müsbət 5'ə qədər 10'dur. Bu diagonal isə -2'dən müsbət 8'ə kimi yenə 10'dur. Yazırıq S bərabərdir 2'də 1 10 vur 10. Bu da eləyir 50. Bu sualda da cavab oldu 50. Sonra baxaq 28-ci suala. 28-ci sualda verilib ki, bu funksiyanın qrafiki y bərabərdir 8 düz xəttin əmələ gətirdiyi qapalı fiqurun sahəsini tapın. Y bərabərdir modulda x minus 1 plus 2. Bunun qrafikini çəkəsi olsaq, təpə nöqtələri 1, 2'dir. Qollar da yuxarıdır. Təpə nöqtəsini qeyd elədik. 1, 2 nöqtəsi bura olsun 1, burada olsun 2. Bu oldu belə. Və qollar da yuxarı olmalıdır. Qollar da yuxarı bu şəkildə. Deməli, bu bunun qrafiki olsun. Bir də y bərabər 8 düz xətti var. Y bərabər 8 düz xətti də y-in 8 olan hissəsindən keçib, yəni həmin apsis oxuna paralel olan düz xətdir. Bunun qrafiki də bu şəkildədir. Və bizə lazımdır bu mavi hissə, yəni mavi olan üçbucağın sahəsi, oranın sahəsini tapmalıyıq. Əvvəlcə gəlin biz burada, deməli, burada nəyi hesablayaq? Kəsişmə nöqtələrinin sayını tapaq, daha doğrusu yerlərini tapaq. Bu oturacağın uzunluğunu tapmaq üçün. Onda yazaram x minus 1 plus 2 bərabərdir 8'ə. Buradan modulda x minus 1 bərabərdir 6'ya. X bir dəfə 7, x bir dəfə -5 olar. Deməli, buradan bura qədər olan -5'dir. Və x'in biri də 7'dir. Biz bu göy hissəni tapmaqla həmin oturacağı tapmış oluruq. Yəni, onda olar bu 7 çıx 5, -5 eləyər 12. Deməli, bura ümumilikdə 12 imiş. Bir də bu hündürlüyü tapa bilərik. Bu hündürlüyü necə tapa bilərəm? Bu koordinat başlanğıcından 8'ə qədər olan məsafədən 2'yə qədər olan məsafəni çıxaram. Bura qalar 6. Onda S bərabərdir 2'də 1 AH, yəni 12 vuraq 6. Bu da eləyir 36. Burada da cavab oldu 36. Sonra baxaq 29-cu suala. 29-cu sualda da eyni tip sualdır. Deməli, modulda x minus 2 plus 3 bərabər 7 eləyib kəsişmə nöqtələrini tapıram. Modulda x minus 2 bərabərdir 4'ə. X bir dəfə 6 və x bir dəfə -2 olur. Deməli, bunların kəsişdiyi yerlər x-i -2'dir və bir də x-i 6'dır. Təpə nöqtəsi də aydın məsələdir ki, 2-3 nöqtəsidir. Deməli, 2-3 nöqtəsində qeyd etsək, 2 burada olsun 3. Bu qollar da yuxarıdır, qolları da olsun yuxarı. Deməli, oldu bu şəkildə. Sonra nə vermişdi bizə? Deməli, bunun qollarını yuxarı çəkək. Y bərabər 7 düz xətdir. Y bərabər 7 düz xətti də belədir. Biz buradan bura qədər olan məsafəni 6'dan -2'nin çıxmaqla, yəni 8 olduğunu tapa bilərik. Bir dənə qalır bu hündürlüyü tapmaq. Həmin hündürlüyü də tapmaq üçün, yəni bu göylə işarə elədiyim hündürlüyü tapmaq üçün ümumi qırmızı 8'dən çıxaram 3'ü, qalar bura 5. Onda S bərabərdir 2'də 1 AH, yəni 8 vur 5, bu da eləyir 20. Burada da cavab oldu 20. Sonra baxaq 30-cu suala. 30-cu sualda verilib ki, iki təpəsi bu funksiyanın qrafiklərinin kəsişmə nöqtələrində, digər iki təpəsi isə bu funksiyanın təpə nöqtələrində yerləşən dördbucaqlının sahəsini tap. Gəl əvvəlcə bu funksiyaların qrafiklərini quraq. Y bərabərdir mənfi modulda x plus 6 və y bərabərdir modulda x plus 4. Deməli, modulda x plus 4.
Koordinat sistemi çəksək, mənfi x plus 6 plus 6 nöqtəsi buradır və qollar aşağı olmalıdır bu mənfiyə görə. Bu yerləşir bu şəkildə. Sonra digəri isə x plus 4'dür. Gəlin bunların kəsişmə nöqtələrini tapaq, düzgün olsun qrafik. Yəni mənfi x plus 6 bərabərdir modulda x plus 4'ə. Buradan 2 bərabərdir 2 modul x-ə. Modul x bərabərdir 1'ə. Yəni x-i 1 və x-i mənfi 1 nöqtələrində bunlar kəsişirlər. X-i mənfi 1, bura olsun mənfi 1 və x-i 1 nöqtələri burada olsun 1. X-in mənfi 1 və müsbət 1'dir. İkinci grafikin burada bunu düzəldək. Bura plus 4 deyil, bura minus 4'dür. Deməli olur bura minus 4. Mənfi 4'ü qeyd edirəm buradan və bu 1'dən keçir. Biraz düzəldək bunu. Bu olsun belə. Digəri isə burada müsbət 1'dən keçir. Verib ki, kəsişmə nöqtəsi və təpə nöqtələrində yerləşən, yəni aldığımız bu dördbucaqlının sayısı lazımdır bizə. Bu da diagonalları perpendikulyardır. Onda yaza bilərik S bərabərdir 2'də 1, D1, D2, yəni 2'də 1. Gəl diagonalları tapaq. Bu diagonalın uzunluğunu tapmaq üçün altdan mənfi 4'ü çıxarıq, eləyər 10. Bu diagonalın da uzunluğunu tapmaq üçün 1'dən mənfi 1'i çıxaram, eləyər 2. Deməli burada cavab oldu 10. Buradakı plus 4'ü düzəldək, minus 4 eləyək. Çünki orada minus 4 verilib. Bunu sol tərəfə keçirdəndə bura 10 eləyir. Buradan alırıq 5. Deməli bu mənfi 5 və müsbət 5 imiş. Bura yazıram mənfi 5. Burada olur müsbət 5. 5'dən mənfi 5'ə kimi bu da eləyir 10. Deməli bu ikini də düzəldək 10. Sonra isə onu 10'a vurub 2'yə böləndə eləyir 50. Bu sualda cavab olur 50. Gəlin eyni qayda ilə 31-ci sualı yazaq. 31-ci sualda y bərabərdir mənfi modulda x plus 8 və y bərabərdir modulda x minus 6. Bunların kəsişmə nöqtələrini tapsaq, modulda x plus 8 bərabərdir modulda x minus 6. 14 bərabərdir 2 modulda x. Buradan modulda x bərabər 7'yə, x bir dəfə müsbət 7, x bir dəfə mənfi 7 olur. Qrafikləri çəksək, mənfi x, mənfi modulda x plus 8'in qrafiki 8'dən qolları aşağı olan qrafikdir. Digəri isə bunların kəsişmə nöqtələrində qeyd edək, mənfi 7 və müsbət 7'dir. Mənfi 7 olsun bura. Müsbət 7 də olsun bura. Və təpə nöqtəsi də mənfi 6'dır. Burada mənfi 6 qeyd edirəm. Və bu buradan keçir. Bir də buradan keçir. Bizə lazımdır bunun sahəsi. Bu da S bərabərdir 2'də 1, D1, D2'dir. D1, D2. Yəni 2'də 1. Bir diagonal bu göylə işarə etdiyimdə 8'dən mənfi 6'ya qədər, yəni 14 vahid. Digəri isə mənfi 7'dən müsbət 7'yə qədər, bu da 14 vahid. Alarıq buradan 196 bölünsün 2. Yəni 98. Cavab oldu 98. Sonra baxaq 32-ci suala. 32-ci sualda verilib ki, B parametrinin hansı ən kiçik tam qiymətində funksiyasının qrafiki ilə kəsişmir. Tutaq ki, bu iki funksiyanın qrafiki kəsişsəydi, onda biz bunları bərabərləşdirməliydik. Yəni x-in kvadratı minus 5, x minus 7 bərabərdir 3, x minus b deyib bunu həll eləyib ortaq x-ləri tapmalıyıq. Yəni həllini olmasını fikirləşərdik. Bunun da həllinin olması üçün diskriminant böyük bərabərdir 0 olmalıydı. Bizə deyir funksiyaların qrafikləri kəsişmir. Kəsişmirsə onda bunlarda kök olmalı deyil. Yəni x-in həqiqi qiymətini tapmalı deyilik. Yəni diskriminant kiçik 0 olmalıdır. Deməli onda bunu həll etsək, x-in kvadratı minus 8x plus b çıx 7 bərabər 0. Buradan diskriminant bərabərdir 64 çıx 4 vur b minus 7. Kiçik 0 olmalıdır ki, bunun həlli olmasın.
64 minus 4b plus 28 kiçik 0. 92 kiçikdir 4b-dən. 23 də kiçikdir b-dən. B-nin ən kiçik qiyməti, ən kiçik daha doğrusu tam qiyməti 24-dür. Baxaq 33-cü suala. A parametrinin hansı qiymətində funksiyasının qrafikinin təpə nöqtəsi bu tənliyi ilə verilmiş düz xəttin üzərindədir. Verilmiş funksiyanın təpə nöqtəsinin koordinatlarını tapsaq, yəni n bərabərdir. Mənfi b bölünsün 2a. Bu deyilir mənfi. B-miz 2a-dır. Vuraq 2a. Bu deyilir mənfi 1. Deməli, n bərabər mənfi 1. Biz də bilirik ki, f n hesablayanda n-i tapa bilirik rahatlıqla və yaxud da istəsəz n-in düsturunla da tapa bilərsiniz. Belə daha rahatdır məncə. Gətirib f mənfi 1-i hesablasaq, alarıq a minus 2, a üstə gəl 3, a minus 9. Bu da eləyir, deməli 4-a 2a minus 9. Deməli, n də bərabərdir 2a minus 9. Bu parabolanın təpə nöqtəsinin koordinatlarını aldıq. Mənfi 1, 2a minus 9. Bu nöqtə verilmiş düz xəttin üzərindədir. Yəni, y-in yerinə 2a minus 9 yazsaq, x-in yerinə mənfi 1 yazsaq, həmin tənlik ödənir. 3 vuraq mənfi 1, üstə gəl 10. 2a minus 9 bərabərdir mənfi 3 üstə gəl 10. 2a bərabərdir. Deməli, 7 üstə gələk 9. Buradan a bərabərdir 8-ə. Bu sualda da cavab oldu 8. Beləliklə, funksiyalara aid bütün testlərin həllini vermiş olduq. Nə fikriniz varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Növbəti videolarda görüşənədək.